Hər vaxtınız xeyir Asan TV izləyiciləri. Könüllü sən verilişi efirdədir. Aparıcınız mənəm, Rəsul. Mövzuya və qonağa keçməzdən əvvəl istərdim ki, bir xatırlatma edin. 15-26 yaş aralığında gənclər Asan könüllüsü olmaq üçün müraciət edə bilərlər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəmiz 444-7444 nömrəsinə zəng edərək isə layihə və ideyalarınızla bağlı təkliflərinizi verə bilərsiniz. Bir sözlə, könüllü hərəkatına qoşularaq bizimlə birlikdə irəliyə doğru inamla addımlayacaqsınız, əziz gənclər. Könüllü sən verilişi davam edir. Bugün də əminəm ki, mövzumuz maraqlı olacaq. Region könüllülərinin fəaliyyətindən danışacağıq. Yəni, regionlarımızda olan Asan xidmət mərkəzlərində fəaliyyət göstərən Asan könüllülərindən. Qonağımız isə Ağcabədi Regional Asan Xidmət Mərkəzinin könüllülər üzrə məsul şəxsi Pərviz Səmədovdur. Pərviz bəy, xoş gəlmisiniz, necəsiz? Çox sağ olun, xoş gördük sizi və Asan TV izləyicilərini. Şükür, yaxşıyım, qaydasındadır hər şey. Ümid edirəm ki, sizin də işləriniz qaydasındadır. Çox sağ olun. Pərviz bəy, elə ilk olaraq demək istəyirəm ki, siz daha öncə könüllü fəaliyyəti göstərmişsiniz. Bəli, mən 2018-ci ilin iyun ayında Bərdə Regional Asan Xidmət Mərkəzində Master 1 pilləsi üzrə 4 aylıq bir könüllü fəaliyyətim olub. Onun ardınca Yaşıl Asan proqramında təkrar bir 4 aylıq ekoloji müvəkkil olaraq fəaliyyət göstərmişəm və Yaşıl Asandakı fəaliyyətim bitdikdən sonra isə Asan Könüllülər Təşkilatının nümayəndəsi olaraq Bərdə Regional Asan Xidmət Mərkəzində fəaliyyətim olubdur. Pərviz bəy, Asan xidmət mərkəzlərində region könüllülərinin fəaliyyəti haqqında nə deyə bilərsiniz? Regiondakı gənclər tərəfindən kifayət qədər Asan xidmət mərkəzlərində könüllü fəaliyyətinə maraq göstərilir. Hazırda da gənclərimizin hər biri Asan xidmət mərkəzlərində könüllü fəaliyyəti göstərirlər. Bu gənclərin bir çoxu demək olar ki, tələbələrdən ibarətdir. Kollec, universitet və orta məktəbin sonuncu sinif şagirdləridir demək olar. 15-26 yaş arası gənclər Asan xidmət mərkəzində öz fəaliyyətlərini göstərə bilirlər könüllü şəkildə. Bilirik ki, günümüzdə rəqəmsal və innovativ layihələr çox aktualdır. Könüllülərin bu istiqamətlər üzrə biliklərinin artırılması üçün hansı layihələr həyata keçirilir? İnnovasiya sahəsinə Asan könüllülərin də marağı günü-gündən artır. Çünki biz hər birimiz bilirik ki, bu sahədə inkişaf dinamikdir, hər gün yenilik olur. Elə gənclərimizin də bu sahəyə marağı həddən artıq çoxdur. Buna görə də biz də gənclərimiz üçün elə bu sahənin mütəxəssisləri tərəfindən olan təşkil olunmuş görüşlərə cəlb edirik könüllülərimizi və bu sahədəki layihələrdə də könüllülərimiz öz fəallığını göstərirlər. Bundan əlavə olaraq da bildirə bilərəm ki, regionda olan Asan xidmət mərkəzlərində innovasiya güşələri hazırlanır. Elə bu güşələrin də demək olar ki, olan avadanlıqlar, güşənin hazırlığı ilə bağlı olan təkliflərin bir çoxu elə Asan könüllülər tərəfindən gəlir. Bu güşələr vasitəsilə həm Asan xidmət mərkəzinə müraciət edən vətəndaşlarımız elektron xidmətlərdən istifadənin təbliğinə, təşviqinə təkan vermiş olur. Həmçinin elə Asan könüllüləri də həmin güşələrdən yararlanaraq öz innovativ biliklərini, təcrübələrini inkişaf etdirirlər, öz təkliflərini bölüşürlər. Regionlarda gəncləri könüllü xidmətə cəlb etmək üçün hansı işlər görülür? Gənclərimiz həvəslidirlərmi? Bəli, gənclərimiz həvəslidir. Regionda biz gəncləri könüllü fəaliyyətinə cəlb etmək üçün görüşlər təşkil edirik. Bu görüşlər hansı ki, əksəriyyəti təhsil ocaqlarına baş tutur. Yəni kollecdir, universitetdir, orta məktəblərdir. Bir sözlə 15-26 yaş arası gənclərlə biz mütəmadi olaraq görüşlər təşkil edirik. Həmin görüşlərdə gənclərə Asan xidmət mərkəzinin fəaliyyəti, Asan könüllülərinin fəaliyyəti barədə məlumat verib, onların suallarını elə yerindəcə cavablayırıq. Bu sahədə gənclər tərəfindən kifayət qədər maraq göstərilir. Biz bundan əlavə olaraq da açıq qapı tərzi görüşlər təşkil edirik. Regionda olan gəncləri dəvət edirik Asan xidmət mərkəzinə. Gənclər yaxınlaşaraq həm Asan xidmət mərkəzinin iş prinsipi ilə, həm də Asan könüllülərin fəaliyyəti ilə yaxından tanış olurlar. Və daha sonra da bir çox həmin gənclər tərəfindən biz könüllü olaraq müraciətlər qəbul etməyə başlayırıq. Yəni kifayət qədər maraq var bu sahədə gənclərin. Bəs digər region mərkəzləri ilə birgə hansısa tədbirlər ya da layihələr həyata keçirilir?
Bəli, bu da mütəmadi olaraq il ərzində təşkil olunur. Biz buna daha çox asan görüş adlandırırıq bu görüşləri. Məsafədən asılı olmayaraq digər asan xidmət mərkəzlərini ekskursiyalarımız baş tutur. Asan könülləri gedirlər, həm digər asan xidmət mərkəzləri ilə tanış olurlar, həm həmin getdiyimiz regionun tarixi ilə, mədəni abidələri ilə yaxından tanış olurlar. Bu həm könüllərimizin dünya görüşlərinin artırılmasına gətirib çıxardır, həm tarixi mədəni biliklərinin artırılmasına gətirir. Həm də bundan əlavə olaraq ən əsası könüllərimizin sosiallaşmasına, digər asan xidmət mərkəzlərindəki könüllərlə əlaqələrinin yaranmasına gətirib çıxardır. Pərviz bəy, bəs region mərkəzlərində könüllülərin şəxsi inkişafına dəstək olmaq məqsədi ilə hansı layihələr həyata keçirilir? Region mərkəzlərində biz gənclərin şəxsi inkişafına dəstək olmaq üçün daha çox görüşlər təşkil edirik, təlimlər təşkil edirik. Biz belə deyə bilərəm ki, sizə asan xidmət mərkəzində gənclər könüllü fəaliyyətinə başladıqda 2 ay müddət ərzində könüllü fəaliyyəti göstərirlər. Həmin 2 aylıq müddət ərzində biz onları daha çox yumuşaq bacarıqlara fokuslanmış bir ilkin təlim paketinə cəlb edirik. Həmin təlim paketində gənclər şəxsi inkişafa yönəlik təlimlərdə iştirak edirlər. Bundan da əlavə olaraq könüllərimiz məzun olduqdan sonra da eyni şəkildə bizim davamlı şəkildə hər ay mütəmadi təşkil etdiyimiz şəxsi inkişafa yönəlik təlimlərə, layihələrə və eyni şəkildə də karyera planlaması, gələcək karyeralarını müəyyənləşdirmək üçün, istiqamət vermək üçün olan görüşlərimizə, təlimlərimizdə fəal şəkildə iştirak edirlər. Könüllülərimiz Bakıda keçirilən layihələrdə necə iştirak edirlər? Maraqları olur bu layihələrə? Bəli, demək olar ki, könüllərimizin elə ən çox maraq göstərdiyi layihələr paytaxtda, Bakıda həyata keçirilən layihələrdir. Çünki bu layihələr həm onların rutindən kənara çıxmağına gətirib çıxardır, fərqli bir aura ilə tanış olurlar və ən əsası ilə bayaq da toxunduğumuz kimi digər asan xidmət mərkəzinin gəncləri ilə tanış olurlar. Yeni əhatələr qazanırlar, yeni dostluqlar əldə edirlər, həm də fərqli şəkildə bir dünya görüşü qazanmış olurlar gənclərimiz. Pərviz bəy, təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiniz və suallarımızı cavablandırdınız. Sizə işlərinizdə uğurlar arzulayıram. Mən təşəkkür edirəm dəvət etdiyiniz üçün, minnətdaram. Çox sağ olun. Mən də sizə işlərinizdə uğurlar və bol nailiyyətlər arzu edirəm. Bax belə hörmətli izləyicilər. Ağcabədi Regional Asan Xidmət Mərkəzinin könüllülər üzrə məsul şəxsi Pərviz Səmədov qonağımız idi. Biz Pərviz bəylə region könüllülərinin fəaliyyətindən danışdıq. 15-26 yaş aralığında gənclər asan könüllüsü olmaq üçün müraciət edə bilərlər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəmiz 444 74 44 nömrəsinə zəng edərək isə layihə ideyalarınızla bağlı təkliflərinizi verə bilərsiniz. Bir sözlə, könüllü hərəkatına qoşularaq bizimlə birlikdə irəliyə doğru daha inamlı addımlayacaqsınız, əziz gənclər. Hörmətli Asan TV izləyiciləri, daha bir könüllü sən verilişinin sonuna gəldik. Hər həftə könüllü sən izlə. Sən də bu hərəkatın bir parçası ol. Hələlik!